Saatda yarısından danışanda, yəni birin yarısıdır, onun yarısıdır, 5-in yarısıdır demək istəyirsiniz və bunu necə deyərsiniz? Göstərirəm. Necə deyərsiniz? Rahat. Özünüzdə qeyd edin, məşq edin, skrin edin, necə istəyirsiniz. Əzizlərim, ümumiyyətlə çoxdan məni izləyirsinizsə və yaxud keçə bilərsiniz, ilk dəfə gəlirsiniz, xoş gəlmisiniz. Səhifəmə abunə ol, səhifəmə keç, özün görəcəksən. Nə isə izah edəndə çox sadə cümlələrdən istifadə edirəm. Halbuki eyni zamanda da o cümlələr gündəlik həyatımızda biz daim istifadə edirik. Nə edirəm bu sözü? Yəni ki, sən həmin o cümlələrdən qat-qat daha çoxunu öyrənərək rahat rus dilində danışa bilərsən. B2 səviyyəsində, 65-70% rus dilində danışa bilərsən. Yəni, nə etməlisən? İlk öncə aşağıdakı məlumatı sona kimi oxumalısan, WhatsApp nömrəsinə yazırsan, əldə edirsən və kef edirsən. Yəni, bugün sabah deyə-deyə ucu illərvi itirmirsən. Heç olmasa bu il başla və çalış. Gözəl düşüncəli insanların hər kəs bilir ki, təhsil üçün itirdiyimiz heç pul itkin deyil. O bizə lazım olur. Əgər onun dəyərini biliriksə, gözəl də nəticəsini biçirik.